Salam değerli həmkarlar, hər birinizi xoş gördük. Maraqlı xəbərlər var. Və mən sizə demişdim ki, yaxın bir ay, uzağı 2 ay ərzində Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi yoxlamağa başlayacaq. Artıq yaxın günlərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsində maliyyə yoxlamaları başlayacaq. Bundan əvvəlki Regional Təhsil İdarəsində bilirsiniz ki, dövlət büdcəsinin dağıdılması ilə bağlı Maliyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində təqribən 650 mindən yuxarı dövlət vəsaiti geri qaytarılmışdı. İndi də eyni vəziyyət demək Şəki-Zaqataladan gözləyirik. Çünki Şəki-Zaqatalada bizim belə deyək, Emin Əmrullayevin xüsusi qaydaları ilə idarə olunan və Elnur Əliyevin birbaşa nəzarətində olan regional təhsil idarələrindən biridir. Eyni zamanda bizim bilirsiniz ki, yeni tədris ilinin 2-ci həftəsi başa çatır. Hələ də Emin Əmrullayevin tez tələsik bağladığı məktəblərin şagirdlərinin böyük bir hissəsi çöldədir. Yəni müəyyənləşdirilməyib bu uşaqlar harda oxuyacaqlar, bu müəllimlər harda işləyəcəklər və s. Və bağlanan məktəblərlə bağlı çox böyük narazılıqlar var. Baxmayaraq ki, Emin Əmrullayev brifinqlərin birində demişdi ki, bağlanan məktəblərin şagirdlərinin daşınması üçün nəqliyyat ayrılacaq. Hələ ki havalar yaxşıdır, amma demək birazdan sonra necə olacaq bu soyuq, yağışlı, qarlı havada həmin şagirdlərin həmin yeni köçdüyü məktəblərə hələ bir hissəsi köçürülməyib, göydən asılı qalıb. Çünki sistem bağlıdır, bu şagird dəyişməsi elektron sistemi. Və onlar necə məktəblərə gedəcək, bu da məlum deyil. Çünki Emin Əmrullayevə də elə çox vacib deyil. Emin Əmrullayev 2025-ci ilin 1-ci 9 ayında təhsil büdcəsini elə dağıdıb, elə gəmirib ki, indi təcili olaraq bilirsiniz də, siniflərin birləşdirilməsi, qanunvericiliyin pozularaq 30 sinifdən yuxarı şagirdlərlə siniflərin təşkili, bölünmə dərslərin dayandırılması və s. bu kimi demək addımlarla güya qənaət metoduna keçib və nəticə də göz qabağındadır. Artıq 2-ci həftə başa çatır. Tədris hələ də xaos vəziyyətindədir. Hələ də məktəblərə vakant müəllimlər gedib çıxmayıblar. Bu bilirsiniz nə deməkdir? Hələ də məktəblərin böyük bir hissəsi müəyyən dəstəkləri tam ala bilməyiblər. Məktəblərdə tədrisi təşkil eləmək mümkün olmayıb. Artıq 2-ci həftə başa çatır, məktəblərin böyük bir hissəsində dərs cədvəli hazır deyil. Kim necə istəyir, elə idarə edir. O xalastoy deyirləri maşın gedir. Sürət qutusundan çıxmış maşın öz-özünə hərəkət edən kimi təhsil sistemi də bu formada hərəkət edir. Sizin məktəblərdə vəziyyət necədir? Dərs cədvəliniz hazırdırmı? Bölgü başa çatıbmı? Vakant müəllimlər gəlibmi? Rəy bölməsində yazın, videonu paylaşmağı unutmayın. Düşünürəm, təhsil cəmiyyəsini, istər valideynləri, istər şagirdləri, istər müəllimləri, istər ümumiyyətlə idarə ediciləri çox çətin bir tədris ili gözləyir. Və bu tədris ilində Emin Əmrullayevin indiyə qədər yeyib dağıtdığı, dost tanışına paket kimi payladığı pulların hesabını vermək vaxtıdır. Və bu hesabda müəllimlərin hesabına dərs saatlarının kəsilməsi, müəyyən dırnaqarası qənaət hesabına mümkün olacaq. Bu da çox biraz ağırlı olacaq. Allah sizə səbir versin, Allah bizə səbir versin. Və məsələnin başqa bir tərəfi də odur ki, hal-hazırda ölkənin demək olar ki, bütün ali təhsil müəssisələrini çıxmaq şərti ilə məktəbə qədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri, peşə təhsil müəssisələri, gimnaziyalar, ən yaxşı halda 5-6-dan 1 direktoru yoxdur, amma əvəz edicidir. Maraqlıdır, bu əvəz edici sistemi ilə Emin Əmrullayev nə etmək istəyir? Əslində
təhsil sistemi dağıtmağın çox gözəl metodudur, dırnaqarası gözəl metodudur. Rəhbər təyin olunmur, müəyyən miqdar müqabilində əvəz edicilər təyin olunur. Əvəz edici də bilir ki, müvəqqətidir. Maksimum qısa bir müddətdə çalışır ki, verdiyi pulu çıxarda bilsin. Nəticə etibarən təhsil müəssisələrinin idarə olunması bərbad vəziyyətə düşür. Bu açıq şəkildə Emin Əmrullayev xalqa və dövlətə xəyanət yolunu tutur. Çox keçməz ki, Emin Əmrullayevin bu addımları öz hüquqi qiymətini tapacaq və Emin Əmrullayev və onun stol dostları bu qazandıqlarını təbii ki, qaytaracaqlar dövlətə və kimlər qaytarmadı, kimlər həbs olunmadı, öz son günlər görürsünüz. Azərbaycan dövlətinə qarşı, prezidentin etimadına qarşı xəyanət yolunu tutan istənilən adam cəzasını tutur və cəzasını alır və Emin Əmrullayev də cəzasını alacaq, cəzasız qalmayacaq. Amma reallıq ondan ibarətdir ki, hal-hazırda təhsil sistemini çox dırnaqarası uğurla dağıtmaqdadır. Yəqin ki, o xaricdə aldığı təhsil və xaricdə o təhsil aldığı dövrdə cəlb edildiyi xüsusi kurslarda, xüsusi tapşırıqlarla uğurla dağıdır. Reallıq budur. Təhsildə ən böyük problem nədir? Təhsil müəssisələrinin rəhbəri yoxdur. Qanunlar işləmir, qaydalar yoxdur. Olan qaydalar da işləmir. Və bütün bunlar çox sürətlə təhsili təməldən, bir növrədən dağıtmağa xidmət edir. Siz necə düşünürsünüz? Videonu paylaşmağı unutmayın. Görək Şəki Zaqatala Regional Təhsil İdarəsində neçə 100.000 manat dövlət büdcəsinə uğurluğu aşkar olunacaq. Gözləyirik. Və bu uğurluqlar birbaşa Təhsil Nazirliyində və Təhsil İnstitutundan idarə olunur. Və mən sizə deyim ki, hələ Bakı təhsili ayrı bir mövzudur. Ayrı-ayrı regionlar ayrı bir mövzudur. Görək, düşünürəm ki, Maliyyə Nazirliyi dediyim kimi orada ən azı bir 500-600 min dövlət büdcəsinin talanmasını aşkar edəcək. Və Emin Əmrullayevə görə bundan sonra sözü nə olacaq? Təşəkkürlər və bir daha videonu paylaşmağı, abunə olmağı unutmayın. İstər YouTube'dakı kanala, istər TikTok'da, istərsə də Facebook'da dostluq limiti bitdiyi üçün izləmə vurun. O izləmə vuranda bütün videoları avtomatik olaraq sizə gələcək. Sağlıqla qalın. Allah dövlətimizi, millətimizi, təhsil işçilərimizi qorusun.